31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə Xankəndi şəhərində qış nağılı yarmarkası keçiriləcək. Dekabrın 27-sində şəhərin Zəfər meydanında qış nağılı olacaq. Bayram yarmarkası yanvarın 5-nədək davam edəcək. Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin dəstəyi, bərpa tikinti və idarəetmə xidmətinin təşkilatçılığı ilə sayca ikinci dəfə keçiriləcək yarmarkada bir çox müəssisə və şirkətlər iştirak edəcək. Həmçinin fərdi şəxslər tərəfindən də yarmarkaya məhsullar çıxarılacaq. Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında bərpa tikinti və idarəetmə xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, dekabrın 29-da isə Xankəndi şəhərində konsert proqramı təşkil ediləcək. 31 dekabrda möhtəşəm atəşfəşanlıq olacaq. Bayramla əlaqədar şəhərdə artıq hazırlıqlar başlayıb. Meydanda şam ağacı qurulub. Küçələr, parklar yeni il atributları ilə bəzədilib. Bir sözlə, Xankəndi şəhəri turistləri möhtəşəm bayram görüntüsü ilə qarşılamağa hazırlaşır.